Hər vaxtınız xeyir, dəyərli izləyicilər. Kanalımda xoş gördük. Bu günləri bol-bol ədviyyatlı, çox gözəl, ətirli, dadlı, ləzzətli fəsəli hazırlamışam. İnanın ki, dadına doymaq olmur. O dərəcədə ləzzətli, eynən qoğal kimi ləzzətli bir fəsəli hazırlamışam. Əvvəlcə xəmirini yoğururam. Bizim burada xəmiri yoğurmaq üçün 4 stəkan unumuz var. Üzərinə 1 çay qaşığı duz, 1 çay qaşığı şəkər tozu, 1 çay qaşığı maya. Daha sonra su əlavə edib xəmiri yoğururam. Su burada apardığı qədər istifadə elədim. Belə deyək ki, hardasa 2 stəkan su istifadə elədim, ilıq su. Xəmiri yoğururam, həmişəki kimi xəmiri çox yoğururam və qoyuram qabda yenidən, üzərini də örtürəm. Gözləyirəm ki, xəmir mayalansın. Xəmir özünə gələnə qədər yağı hazırlayıram. Burada 200 qram əridilmiş, dağ olmuş yağımız var. İstənilən yağdan istifadə edə bilərsiniz, əziz xanımlar. Yəni sizin cibinizə hansı uyğundur, sizə hansı yağ sərf eləyir, o yağdan istifadə edə bilərsiniz. Deməli, yağın üzərinə 1 çay qaşığı zirə, 1 çay qaşığı zirə ilə zirə əzilmişi, üyüdülmüşü, 1 çay qaşığı raziyana əzilmişi, 1 çay qaşığı keşniş toxumu əzilmişi, üyüdülmüşü, yarım çay qaşığı sarı kök, yəni sarı kökü çox tünd eləmədim də, 1 qaşıq eləmədim, yarım çay qaşığı sarı kök, 1 çay qaşığı duz və qaşığın ucunda biraz istiot əlavə elədim. Yağa qarışdırdım, qoydum bir kənara. Xəmirimiz özünə gəldi. 5 hissəyə bölüb kündə yoğururam. Yenidən kündələri gözləyirəm ki, yenə özünə gəlsin biraz ki, yaymaq rahat olsun. Yəni siz kündələrin sayını azalda da bilərsiniz. Hansı qabda bişirəcəksinizsə, həmən qaba uyğun olaraq mən burada balaca sacıda bişirdim. 5 kündəyə ayırdım kündələri. Yəni kimin sacı yoxdursa problem deyil. Elə qazın üstündə tavada da bişirə bilər. Yetər ki, tava biraz qalın olsun da, material nazik tava olmasın. Kündələr özünə gəldikdən sonra yuxanı açıram. Normal yuxa yayıram burada. Yəni naziliyi bacardıqca nazik yayıram yuxanı. Xəmir də qəşəng yumuşaq xəmirdir, rahat yaymaq olur. Yaydıqdan sonra deməli yuxanın üzərini yağlayacağam. Həmən ədviyyatlı yağla. Burada qeyd edeyim ki, yağı ərinmiş yağdır. Qızdırmışam, amma çox qaynar eləməmişəm. Yağı istifadə edəndə də qarışdırıram ki, ədviyyatlar istər-istəməz yağın dibinə çöküb. Ona görə qarışdırıb istifadə edirəm bu qaydada. Yenə deyim ki, yağ burada qaynar deyil, biraz yəni ilıqdır. Yağı çəkdikdən sonra bir hardasa 2 dəqiqə zat gözləyirəm ki, bir damcı yağ çox az bərkisin. Yəni məqsəd odur ki, mən bunu bax bu formada fırladanda rulon formasında, yəni çox yumşaq qaynar yağ olanda istər-istəməz belə fırlatdıqca axırda yağı gəlir yuxanın kənarından süfrəyə dağılır, nə bilim kənarlarından dağılır, ondan narahat oluram. Ona görə bir damcı gözləyirəm ki, xəmirin üzərində yağ çox az, çox möhkəm demirəm, çox az yağ donma kimi olsun. Sonra bu formada, rulon formasında fırladıram və biraz da düzəliş verib çəkirəm, uzadıram və bulku kimi deyək də bu formada fırladıram. Uc hissəsini də kündənin alt hissəsinə verirəm ki, bişəndə qulaq kimi çıxmasın. Qıraq hissəsi. Əziz xanımlar, ikinci yuxanı da yağlayıb sizə göstərəcəm. Deməli, bizim burada 5 yuxamız var. Deməli, yuxaların ikisini normal gördüyünüz qaydada rulon formasında fırladıb qatlayıram. Amma digərlərini isə fərqli formada, biraz rulon eləyəndən sonra biraz fərqli formada qatlayıram. Onu da inşallah bu yuxadan sonra göstərərəm. Yenə yuxanı yağladıqdan sonra eyni qayda ilə yağı qarışdırıb yuxanın üzərini yağlayıram və yağlayandan sonra
qeyd etdiyim kimi çox az, hardasa 1 dəqiqə, 2 dəqiqə belə deyək ki, gözləyirəm. Bir damcı yağın üzəri biraz bərkisin, çox yox. Yəni çox bərkisə biraz tam yuxa quru kimi olar, şax olar, yağı qatlamaq çətin olar da, yuxada cırılma ehtimalı olar. Ona görə çox az gözləyirəm. Yağ bir damcı özünü tutandan sonra bu formada fırladıram. Yəni yuxanın yenə deyirəm ki, kənarları yağ süfrəyə dağılmasın, kənarları əlim batmasın. Ona görə belə daha rahatdır mənim üçün, bu formada eləyirəm. Yenə eyni qaydada fırladıb qoyuram. Özdə hər dəfə bu kündələri yağlayandan sonra bütün kündələri hamısını daha sonra təzədən mən kündəyə qoyacam yağlayandan sonra. Bu üçüncü kündəni sizə göstərim ki, rulon forması fırladandan sonra, amma burada fərqli eləyirəm. Baxın bu qaydada. Elə bil hər əlimi, iki əlimin hərəsini ayrı-ayrı istiqamətdə fırladıram yuxanı və bu qaydada uc tərəfini yenə alt hissəyə salıram. Saxlayıram yağlanmış kündələri, yuxaları kündəyə düşür və yayıb sazın üstündə bişirəcəm. Burada undan istifadə edirəm, amma bacardıqca az undan istifadə eləmək lazımdır. Yəni çox undan istifadə edəndə fəsəlinin yağlılığı itər ona görə. İkincisini də yayıb sizə göstərim. Qalınlığın, baxın, bax bu qalınlığında. Amma əziz xanımlar, siz istəsəniz biraz qalın hazırlaya bilərsiniz. Bizdə biraz bunu nazik xoşlayırlar deyə mən yayıb nazik yaymışam da. Amma bunu biraz qalın da eləmək olar. Sazı da əvvəldən qoymuşam qazın üzərində, balaca sazdır. Tam qızıb və orta xodda, çox iti xodda qoymamışam, çox da zəif xodda qoymamışam da. Gördüyünüz kimi o üz bu üz bişirirəm. Oxlovun uzu ilə də dəliklər açıram ki, yağları da biraz saza yayılsın, rahat qızarsın. Amma əziz xanımlar, sizin evdə saz yoxdursa, bunu qalın bir tavada da bişirmək olar. Hətta tavada bişirəndə mən deyərdim, bunun yağı da elə içərisində qalar. Sazda istər-istəməz biraz yağı az da olsa axır, dağılır. Yəni tavada olsa bütün yağı da öz içərisində qalar da fəsəlinin. Əziz xanımlar, çox gözəl fəsəli alındı, çox gözəl ətri gəlir. Yəni ədviyyatı bol, yağı bol, çox dadlı, ləzzətli bir fəsəli alındı. İnşallah ki, siz də bəyəndiniz. Eynən bu qaydada hazırlayın. Çox gözəl, ləzzətli, yəni çox da belə əziyyətli bir iş də deyil. Bunu hazırlamaq. İnşallah hazırlayın. Əminəm ki, yəni dadını çox bəyənəcəksiniz. Hələ də belə ədviyyatlarla. Hətta mən çəkilişdə ədviyyatı göstərdim ədviyyatları. Amma çəkilişdən sonra həmən yağın içərisinə biraz ədviyyatını mən artırdım. Yəni bol-bol ədviyyat mən xoşlayıram. Ona görə ədviyyatını artırdım. Siz də zövqə görə istədiyiniz qədər ədviyyatını artırıb azalda bilərsiniz. Bu qədər. İzlədiyiniz üçün təşəkkür edirəm. Bəyəndinizsə bəyənmə düyməsinə toxunmağı unutmayın. Hələlik.